Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən növbəti ildən etibarən maaşı 2500 manatadək olan vətəndaşlardan 3% gəlir vergisi tutulacaq. Bu sözləri iqtisadçı alim deputat Vüqar Bayramov qeyd edib. Bəs özəl sektorda çalışan hansı vətəndaşlarımıza vergi güzəştləri şamil olunacaq? Məcəlləyə əsasən bütövlükdə bütün muzlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur. Yəni, əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa, o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq. Bununla yanaşı bir sıra vətəndaşımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, dul həyat yoldaşlarının və övladlarının hər hansı muzlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manatdır. Yəni, özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək maaş alırlarsa, heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə cəmi 6 manat vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur. Qazilərimiz, yəni müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşlarımıza güzəşt tətbiq edilən məbləğ 400 manatdır. Yəni, gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əmək haqqı məbləğindədirsə, vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat vergi ödəyəcəklər. Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlarla yanaşı son illər ölkəmizdə orta aylıq əmək haqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinə baxılıb artırılması məqsəd uyğun olardı. O əlavə edib.